1970-ci illərin sonlarında Almaniyada bir şirkət yaradıldı. Hazırda bu şirkət dünyanın ən böyük modifiyə şirkətidir və əsasən Mercedes-Benz avtomobillərinin modifiyası ilə məşğuldur. Bəli, təxmin elədiyiniz kimi bu şirkətin adı Brabusdur. Bu gün sizlərə Brabus haqqında ətraflı video hazırlamışam. Videoya keçmədən öncə isə videoma like ataraq kanalıma abunə olmağı unutmayın. 1977-ci ildə Almaniyanın Bottrop şəhərində Bodo Buschmann və Klaus Brackmann tərəfindən yaradılan Brabus şirkəti 50 ilə yaxındır rəsmi olaraq Mercedes-Benz ilə əməkdaşlıq edir. Şirkətin adı olan Brabus, şirkətin qurucularının soyadlarının ilk hecalarının birləşməsindən yaranıb. Şirkət Mercedes-Benz avtomobillərini alaraq onları lüksün və gücün pik nöqtəsinə çatdırır. Avtomobillərin mühərriklərini gücləndirir, lüks interyer hazırlayır, hər detal təkərlərdən tutmuş tikiş naxışlarına qədər xüsusi hazırlanır. Brabusun ən məşhur modelləri Brabus 900 Roket, Brabus G-Class və Smart modellərdir. Brabus bu avtomobillərin bəzilərini 900, 1000 plus at gücünə qədər artırır və eyni zamanda başqa avtomobilləri, dəniz vasitələrini, motosikletləri də modifiyə edir. Misal olaraq Porsche, Rolls-Royce modelləri, qayıqlar və Brabus 1300R adlı motosikleti göstərmək olar. Brabus hətta köhnə klassik avtomobilləri belə modifiyə edir. Bəs siz bir Brabusa sahib olmaq istəyərdiniz? Fikrinizi kommentlərdə bildirməyi unutmayın.